Bismillahirrahmanirrahim. Bugünkü sualımız əhəmiyyətli suallardan biridir və bu şəkildədir. Paltar yuyan maşınlarda nəcis olmuş paltarımı paklaya bilərəmmi? Görəsən əvvəldən paklayıb atmalıyam, yoxsa nəcisli halda paltar yuyana paltar atsam, nəcis olmuş paltarı atsam, paltar yuyan maşın onu paklayacaq? Cavab belədir. Əgər paltarlara sidik dəyibsə, onu paklamaq üçün 2 dəfə saf su ilə yumaq lazımdır. Yəni necə saf su ilə? Şampunsuz su ilə, paraşoksuz su ilə, sabunsuz su ilə 2 dəfə yuyulmalıdır ki, nəcis olmuş paltar paklansın. Sidiklə nəcis olmuş paltar paklansın. Və təbii ki, paltarda qeyd eləmişdik ki, 2 dəfə yumaq lazımdır və sıxmaq lazımdır. Deyir ki, sıxma əməliyyatını paltar yuyan özü yerinə yetirəcək. Sıxmağa ehtiyac yoxdur. Şiddətli şəkildə dövr eləməklə də paltarların həmin o daxilinə hopmuş suyun çıxardır. Amma 2 dəfə yumaq lazımdır. İndi bir dəfə qoşursan, yekunlaşandan sonra bir dəfə də qoşursan, maddəsiz, paraşok tökmədən 2 dəfə yuyandan sonra artıq paklanır. Ondan sonra özün istəyirsən paraşoku necə tökürsənsə, bu şəkildə yuya bilərsən. Amma paltarlar sidikdən başqa bir şeylə nəcis olubsa, onda bir dəfə yusun, həmin bu şəkildə yusun kifayətdir. Necə? Yəni paraşok tökmədən və yaxud sabun istifadə eləmədən bir dəfə, xlor tökmədən bir dəfə pak su ilə, muzaf olmayan su ilə yuyulsa, bu kifayət olacaq. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.